Salam dostlar, daha bir peçimiz hazırdır. Neçə gündür ki, bəzi problemlərə görə video paylaşa bilmirdim. Bu keçi bizim rayondan hələ bir nəfər yığıb düzəltə bilməmişdilər. Mənə müraciət elədi müştəri. Düzəltmişəm hal-hazırda. Bir də ki, bu fanların fərqini sizə göstərmək istəyirdim. Bu fanı müştəri özü verib. Baxa bilərsiniz, bax polmu kopdu işləyir hal-hazırda. Bu da onun işləməyi. Yağı indi tökmüşəm. Görürsünüz, yəni ki, tam yana bilmir, gücü çatmır ona, effekt verə bilmir. İndi isə, bax bu fan mənim öz fanımdır, bax qoymuşam ayrıca qırağa. Və yarı xodda işləyir hal-hazırda. İndi bunların yerini dəyişirəm, effektinə baxarsınız özünüzdə. Bu müştərinin verdiyi fandır, bu məndəki fandır, 6 amperliklər. İndi dəyişirəm, effektinə özünüz baxarsınız. Bax. Altı amperlik fanın, yəni baxa bilərsiniz. Bax, həmin fandır. Tam da heç yarı xodlu deyil. Yanmağına da baxa bilərsiniz. Necə yanır. Bu da polmu kod. Yəni məndə həmişə indi baca olur, düzəltdiyim peşlərə baca qoyuram. Bunun turbası ki, biraz qalındır deyə baca qoya bilmədim. Yəni ki, bu alovu bacadan da çıxaracaqdı yəni. Ona görə də həmişə istifadə edəndə orijinal mallardan istifadə etmək lazımdır. Bu fan kitayskidir. Yəni ki, düzdür, bu da kitayındır, amma bu orijinal maldır. Bunun üstündə amperaj nə qədər yazılır, amma bunda heç nə yazılmır, baxa bilərsiniz. Sadəcə yazılır ki, 12 voltdur. Effekti də gördüyünüz kimidir. Amma orijinal fanın yarı xodda effekti. Fanların tək bir ünvanı var. O da Sumqayıtda Natiq qardaşlar. TikTok səhifəsi də 21 şok. İstəsəniz nömrəsi də var, müraciət edə bilərsiniz. Müştərimizə də xeyirli olsun. Müştərimiz bildirdiyinə görə, yəni ki, onun qonşusu üçün düzəltmişdim, görüb, bəyənib, dedi, mənim üçün də elə düzəlt. Dedi, xoşuma gəlsə öz peçimdə, qalıca 3 dənəsini də düzəltdirəcək inşallah. Kim yağla işləyən peşlər istəyərsə, profildə nömrəmiz var, müraciət edə bilər. İstiliyinə də söz ola bilməz. Alovu da gördüyünüz kimi. Yanmağı da tərtəmiz. Telefon ışığı da yanırdı, indi söndürürəm. Bəlkə tam göstərər göy yanmağını. Qapısı da düzələcək bunun, çünki qapısını çox balaca qoyublar. Gördüğünüz kimi ucuz fanlar iş vermir. Ancaq 6 amperlik orijinal fanlar.